Və görürsən ki, evdə çox sərt, eləsi var, çox sərt davranır. Yoldaşını döyür, vurur. Və deyir, belə olmalıdır. Yəni, biz belə görmüşük. Dədə-babadan belə görmüşük. Və yaxud da kişilik belə tələb edir. Kişilik belə sərtliyi tələb edir. Deməli, sözsüz ki, bu zəlalətdir, bu da olmaz. Və eləsi də vardır ki, tam əksinə arvadın ipini açıb buraxır. Yəni, arvad nə istəyirsə, deyir, ləbbeyk. Hüzurunda hazıram. Yəni, tək ki, arvad razı qalsın, amma baxmır, arvadın istəkləri nədir? Düzgündür, düzgün deyil, olar, olmaz, bunu maraqlandırmır. Bircə arvad razı qalsın. Bu da problem, bu da olmaz. Bu da olmaz, bu da olmaz. Nə olmalıdır? Şəriətin orta yol olmalıdır. Demək, sərtlik də olmaz və ipi də açıb buraxmaq olmaz. Və həmçinin digər məsələlərdə, eyni zamanda evladlarla olsun, qardaşlarla olsun. Ona görə Allah Teala nə buyurur? Vaylul lil mutaffifin, vay olsun mutaffiflərə. Ellezine irektalu alennas yastawfun. Kimlərdir onlar? O kəslər ki, başqasından bir mal aldıqları zaman onu tam şəkildə ölçərək, çəkərək alırlar. Və izə kaluhum aw wazanuhum yuxsirun. Özləri isə başqalarına satdığı zaman əskildərlər. İbn Hüseyn rahimehullah deyir ki, bu tək çəkiyə, ölçüyə aid deyil, bu bütün haqlara aiddir. Bu bütün haqlara aiddir. Əgər bir insan öz haqqını valideynindən, sən atasan, belə eləməlisən məsələn, və yaxud yoldaşından, və yaxud evladlarından tələb edir, amma özü isə valideynin haqqını vermir, yoldaşının haqqını vermirsə, evladlarının haqqını vermirsə, o mutaffif sayılır və onun üçün də şiddətli hədə gəlmişdir. Vaylul lil mutaffifin, vay olsun. Vay, yəni həlak, təhdiddir. Ona görə, yəni sələflər də çalışardılar ki, özləri ilə necə davranılmasını xoşlayırlar, özləri ilə başqaları ilə o cür davranardılar. Ona görə bir hədisdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, kim cənnətə girib və cəhənnəmdən uzaqlaşdırılmaq istəyirsə, Allaha və qiyamət günü iman gətirsin və başqasının onunla necə davranmağını xoşlayırsa, başqası ilə də o cür davranaraq ölsün. Yəni, onun üzərində dünyasını dəyişsin. Kim cənnətə daxil edilərək və yüzəhzəhə aninnar və cəhənnəmdən uzaqlaşdırılmaq istəyirsə, demək gör, məsələ nə qədər mühümdür. Allaha və qiyamətə iman gətirsin və necə ki, başqaları özü ilə davranmaq istəyir və pis davranışı xoşlamır və özü ilə başqaları ilə o cür davranmalıdır.